Hər vaxtınız xeyir olsun əziz izləyicilər. İdmançıların uğur hekayələrinin bu buraxılışında Azərbaycan futbolunda uzun illər ədalət simvolu olmuş, ölkəmizi daha layiqli təmsil etmiş bir isim, keçmiş milli dərəcəli hakim, hazırda təlimçi və ekspert Ceyhun Həşimov bizim qonağımızdır. Bu qonağımız üçün Afan Departamenti Ömər müəllimi öncədən təşəkkür edir, bizə belə bir şərait yaratdı. Ceyhun müəllimi razılıq verdi bizim verilişimizə qonaq olmaq üçün. Buradan Ömər bəyə təşəkkür edirik. Ceyhun müəllim, xoş gəlmisiniz verilişimizə. Çox sağ olun. Təşəkkür edirəm sizə dəvət etdiyiniz üçün. Bu maraqlı bir mövzuda söhbətimiz olacaq inşallah bizim. Əlbəttə ki, hal-hazırda gənclərimizin idmanla məşğul olması vacib bir amildir. Biz də əlimizdən gələni edirik ki, gənclərimizi idmana, fərqi yoxdur, futbol olsun, futbol hakimliyi olsun və ya idmanın digər növləri olsun. Əsas odur ki, onlar pis vərdişlərdən uzaq olub, idmanda olsunlar, sağlam böyüsünlər, sağlam tərbiyə alsınlar ki, cəmiyyətimizə xeyirli bir vətəndaş olsunlar. Ceyhun müəllim, elə çox gözəl də çıxış etdiniz. Belə futbolla bağlı ilə başlamaq istəyərdim. Futbol sevgisi necə yarandı? Necə bu şeylər gəldi, çıxdınız hakimliyə qədər? Mən artıq qayıtmalıyam. 40 ildən çox əvvəlki bir keçmişə. Mən bu zonada doğulub boyu başı çatmışam. Hal-hazırda orada yaşayıram. Futbolçu ailəsində böyümüşəm. Atam özü də gənclikdə futbol oynayıb. Zədə səbəbindən futbol karyerasını tez bitirməli olub. Ondan sonra təsadüf nəticəsində futbol hakimi fəaliyyət göstərib. SSR birinciliyinin oyunlarını idarə edib. Sonra növbə mənə keçdi. Yəni, o da düzdür, neçə illər öncədən məni özü ilə oyunları aparırdı, idarə etməyə, kömək etməyə ona. Amma belə konkret bir hakim olmaq fikrim olmasa da, bir təsadüf nəticəsində mən də bu hakimlər ailəsinin üzvü oldum və fəaliyyətimi davam etdirdim. Ondan sonra qardaşım Mübariz Aşımov beynəlxalq dərəcəli hakim də bizim sıralara qoşuldu. İndi namizəd oğlumdur, Uğur Aşımov. Yəqin ki, o da gələcəkdə öz bu hakimlik işini başlayacaq, hakimliyə sıralarımıza qoşulacaq. İnşallah qismət verər. Ceyhun müəllim, ilk rəsm oynadığınız anı necə xatırlayırsınız? İlk rəsmi oyunum, bilirsiniz, bu 1998-ci il idi. Onda hakim qıtlığı var idi, dəhşət dərəcədə hakim çatışmamazlığı var idi. Elə hakimliyə gəldik, danışdıq, qəbul olunduq. 2 aydan sonra artıq Premyer Liqada 4-cü hakim kimi fəaliyyətə başladıq. Bu əvvəllər həqiqətən də çətin idi. 2 ayın içində gəlmək, o etimadı qazanmaq, etibarı qazanmaq. Ondan sonra da getdik liqalar üzrə. Bir gənc hakim üçün bu sadə ilk illər sizcə nə qədər çətin olur? Heç bir iş asan başa gəlmir. Hər bir işin öz çətinlikləri var. Yəni, uğur əldə etmək üçün çalışmaq lazımdır. Yəni, oturduğun yerdə, durduğun yerdə, mən uğuru qazanacağım, qalib olacağım, lider olacağım, bu əlbəttə ki, mümkün deyil. Bunun öz çətin bir prosesi var, onu keçmək lazımdır. Əgər bu proseslərə, bu çətinliklərə dözürsənsə, uğur özü gələndən sonra hər şey öz yoluna düşür. Artıq idman bilirsiniz necə bir şeydir. Bundan yorulmaq, bundan bezmək mümkün deyil də. Düzdür, güləşdir, idmanın döyüş növləridir. Burada belədir ki, idmançılar məğlub olurlar döyüş vaxtı. Ola bilər ki, psixoloji gərgin olurlar, ondan sonra biraz düşkünlüyü olur, idmanla vidalaşmalı olurlar. Çünki məğlub olublar, döyülüblər, əziliblər, sınıblar. Hakimlik belədir ki, burada heç kimə məğlub olmursan, ancaq özü məğlub ola bilərsən. Yəni, məsuliyyətsizlik, diqqətsizlik. Onu da insanlar çalışırlar ki, diqqətli olsunlar, səlist olsunlar, dürüst olsunlar. Yəni, ədalətli qərar versinlər. Bunu da etmək üçün çalışmaq, işləmək lazımdır. Daima formanı saxlamaq üçün yaşdan fərqi yoxdur da, neçə yaşın var, neçə qocalmısan, cavansan, əgər oyunlara çıxırsan, sən bunun üçün həmişə hazır olmalısan. Ceyhun müəllim, sizcə yaxşı hakim olmaq üçün fitri his vacibdir, yoxsa sistemli hazırlıq? Hər ikisi lazımdır. Çünki sənin istedadın olsa, bu sənə daha çox kömək eləyəcək. Bacarı, oxumaq, yəni bu sistemi keçmək də olmasa, sənin istedadın olsa, sən o hazırlaşmasan, o istedaddan heç cür istifadə edə bilməyəcəksən.
Bəs Ceyhun müəllim, uzun illər ilə qeyd etdiniz, ölkə çempionatında bir çox gərgin və məsuliyyətli oyunlar idarə etmisiniz. Hakim üçün bu cür qarşılaşmalarda emosiyaları nəzərə etmək və ədalətli qərar vermək bacarığı necə formalaşır? Oyunun ilk fitinə qədərdir. Yəni meydana daxil olub o fiti verdin. Oyun ki başladı, hər şey yaddan çıxır. Artıq oyunun içində olursan. Sonra kənardan baxanda ki nələr baş verib. Bilirsən ki, yəni ki bu oyunda bunlar baş verib. Yəni azarkeşlərin, məşqçilərin, futbolçuların etirazıdır. Yəni o çılğın azarkeşlərin ifadələridir. Yəni oyuna daxil oldun, artıq oyundasan. Heç nə də hiss eləmirsən. Ancaq fikrin odur ki, oyunu idarə etmək, 90 dəqiqəni ədalətli idarə etmək, yəni gözündən heç nəyə buraxmamaq. Yəni əsas odur ki, ədalətli olasan, düzgün qərarlar verəsən ki, futbolçuların o haqqına girməyəsən. Elə Ceyhun müəllim, elə bununla bağlı edək. Ən yadda qalan oyununuzu və orada yaşadığınız emosiyanı bizimlə bölüşərdinizmi? Yadda qalan oyunlar əlbəttə ki, mənim üçün oyunda fərq olmayıb ki, onu yadda saxlayım. Mən uşaqları da idarə edəndə, böyükləri də idarə edəndə həmişə eyni məsuliyyətlə yanaşmışam. Yəni çox ciddi, çox məsuliyyətlə. Çünki uşaq da olsa o bura gəlib oynamaq üçün, yəni onun da haqqına girmək olmaz. Amma ağır oyunlar, hə, bu başqa məsələdir. Ağır oyunlar olub çempionatımızda. Bəli, bilirsiniz necədir. Oyun gedə-gedə fikirləşirsən ki, bu oyun qutarsın, hakimliyi bitirəcəm. Yəni o qədər gərgin olub ki, o qədər vəziyyət, o atmosfer o qədər gərgin olub ki, amma oyun qutarandan sonra görürsən ki, hər şey yaxşıdır. Artıq evə gedərkən yolda fikirləşirsən ki, növbəti oyun haçan alacağam, ona necə hazırlaşacağam. Bu da emosiyalardır əlbəttə ki, o stresi atmaq üçün bir düşüncələrdir. Elə qeyd etdiniz azarkeşlərin çılğınlığı və s. Bəs azarkeş təzyiqi və yüksək gərgin zamanı necə soyuqqanlı davranı bilirsiniz? Ya da davranılır? Bayaq elə ona dedim ki, yəni hakimlər demək olar ki, onları eşitmirlər o oyunda. Düzdür, o gür ses gəlir. Amma onların nə dediyi sən fərqində olmursan. Çünki sən bütün fikri cəmləmirsən oyuna, bütün diqqətin oyundadır. Çünki azarkeşlərə də fikir verirsən. Yəni sən oyunda çoxlu səhvlər edəcəksən. O bəzi olur məşqçilər, yəni oyunçular oyunda hakimə də köklənirlər. O da onların oyunlarına mənfi təsir edir. Oyunçu öz oyununa köklənməlidir. Yəni hakim amili onlar üçün olmamalıdır ki, bu falan hakimdir, bu bizə maneçilik eləyəcək, bizə yəni incidəcək, belə fikirlər olmamalıdır. Hakim də ancaq sırf oyunu fikirləşməlidir ki, oyunu yəni uğurlu idarə edə bilsin. Bəs Ceyhun müəllim, hakimlikdə bəzən saniyə içində qərar vermək lazım olur. Bu bacarığı formalaşdırmaq üçün nə vacibdir? Bu intellektual səviyyən yüksək olmalıdır. Oyun qaydalarını mükəmməl bilmək lazımdır. Düşüncə qabiliyyətin yüksək olmalıdır. Mən sizə deyim də, indi düzdür, bu ifadə artıq hakimlər arasında bu fikir artıq bir neçə dəfə səslənib, bir dəfə də burada təkrar edək ki, məhkəmədə hakim qərar vermək üçün o cinayəti neçə aylarla araşdırırlar. Müstəntiq iş aparır, məhkəmə gedir, dinlənilir, yəni fasilələr olur və sonra yekunda gəlib qərar verilir. Amma futbol hakiminin yəni cinayəti görmək, onu dəyərləndirmək, ona qarşı qərar vermək və cəzalandırmaq. Bu hamısı bir saniyə içindədir. Yəni siz fərqi tutursunuzmu? Nə qədər ağır və nə qədər məsuliyyətli bir işdir. Və siz təsəvvür edin ki, bunu anında qərar verən hakim hansı intellektual səviyyə malik olmalıdır ki, o qərarı düz versin. Bəs Ceyhun müəllim, elə həmin oyunlardan sonra, bilirsiniz, oyunlardan sonra müəyyən hakim qərarlarına görə ictimai tənqidlər sosial mediada reaksiyalara başlayır. Buna münasibətiniz necədir? Sizcə bu doğru bir? Bu futbolun ayrılmaz bir hissəsidir. Yəni o olmasa futbol əlbəttə ki, maraqsız olar. Siz təsəvvür edin ki, iki komanda oynadı, hakim çıxdı, oyunu idarə etdi, oyun bitdi, hamısı çıxdı, getdi evinə və oyun ətrafında heç bir söz-söhbət yoxdur. Maraq ola bilərmi buna? Yox, əlbəttə ki, mən də sosial şəbəkələrdə aktiv bir istifadəçisi kimi bütün səhifələrə daxil oluram, oxuyuram, baxıram azarkeşlərin fikirlərini və çox zaman məni necə deyim, gülüş tutur ki, yəni tam kənardan gedirlər də. Yəni bu qayda pozuntusuna görə belə fikir yürütmək, yəni hakimin bu qərarına görə belə bir fikir yürütmək, yəni məntiqə uyğundur. Hardan tapırlar bu qaydaları, hardan tapırlar bu sözləri, bu cümlələri? İnsanda yəni gülüş yaradır ki, bu hardan çıxdı? Biz neçə ildir oxuyuruq kitabları, neçə ildir maraqlanırıq.
Yəni bu bizim əlimizdədir. Biz bu cümlələri görməmişik. Bu oyun qaydalarında, bu qayda pozuntusu, bu cəza növü, bu yəni oyunun bərpasını bilmirik. Bunlar hardan bunu tapırlar? Yəni əlbəttə ki, azarkeş olmasa futbolun nə marağı olar ki, heç bir şey. Əlbəttə azarkeş futbolun böyük bir parçasıdır və futbol özü bir tamaşadır. Azarkeş olmasa, tamaşaçı olmasa o futbol heç kimə lazım deyil. Belə Ceyhun müəllim, hakim üçün ən çətin məqam sizcə hansıdır? Səhv etmək yoxsa oyunun gedişatına təsir edən müəyyən qərarlar vermək? Bilirsiniz, hakim səhv edəndə də, oyunun nəticəsinə təsir edən səhv edəndə də o onun üçün çox ağrılıdır. Yəni hakim də istəmir ki, o səhv etsin, onun barəsində kimlərsə neqativ fikir söyləsinlər. O istəyir oyunu ədalətli eləsin. Hər nə olsa mənfi, o onun üçün necə deyim sizə, yəni ağırdır da, yəni çətindir onun üçün o hissləri yaşamaq. O da istəyir ki, hər şey yaxşı olsun, ailəsinin yanına, yəni üzvgülər gəlsin evə, necə deyim, o yüksək əhval-ruhiyyədə gəlsin, daxil olsun. Amma səhv olanda əlbəttə ki, çalışırsan ki, necə deyim, evdə sakitlik olsun, yəni heç kim səni danışdırmasın, ta o prosesi ötüb keçənəcə. Və sizcə ədalət anlayışı futbolda necə qorunmalıdır? Elə ədalətlə. Maraqlı da oldu. Ceyhun müəllim, beynəlxalq yoldaşlıq oyunlarında və Türkiyədəki təlim məşqlərində iştirakınız sizə hansı yeni baxış bucaqları qazandırdı? Yəni bu təcrübə gənc hakimlərin inkişafına necə rol oynaya bilər sizdə? Mən beynəlxalq dərəcədə hakim olmamışam, mən milli dərəcədə hakim olmuşam, əsasən milli çempionatın oyunlarını idarə etmişəm. Amma buna baxmayaraq, Azərbaycanda keçirilən bəzi turnirlər, beynəlxalq turnirlər olub ki, onlarda ədalətli qorunmuşam və bəli, düzgün qeyd etdiniz ki, ölkə xaricində olan təlim məşq toplanışlarında beynəlxalq oyunları idarə edirdik. O da bizim üçün böyük bir praktika idi, yəni təcrübəni toplamaq, çünki orada fərqli bir ölkələrin futbolçularını idarə edirsən, onlarla ünsiyyətdə olursan, yəni fərqli oyun üslubu, fərqli taktiki gedişlər olur orada. Əlbəttə bu bizə çox müsbət təsir bağışlayırdı və oradan necə deyim, yığdığımız o təcrübə, o topladığımız təcrübə milli çempionatımızda da yəni bacarıqlıqla onu istifadə edirdik ki, bizim köməyimizə gəlirdi o da. Bəzən düşünürlər ki, hakimlər ancaq 45 dəqiqə, 90 dəqiqə oyunu idarə edirlər, getdilər, bununla bitdi. Hakim bundan sonraki həyat təcrübəsi necə olur? Yəni elə sırf oyundur yoxsa ondan sonra da öz üzərində işləyir ya nəsə əlavələr? 45 dəqiqəlik oyun ərzində ya 90 dəqiqəlik oyun ərzində deyirsinizsə, bir oyun bitəndən sonra əlbəttə ki, onun üçün necə oyun stadionda bitdi, amma hakimlik bitməyib. Hakimlik hələ davam edir. Əlbəttə ki, bir gün fasilədən sonra o tezdən məşqlərini bərpa edir, yəni özlərində çalışır ki, növbəti oyunlara hazırlığını görür ki, təyinat alarkən oyunlara hazır olsun. Amma yaş baxımından nəzərə alırsınız ki, karyerası bitirsə, o artıq nə ilə məşğul olur? Əlbəttə ki, karyera bitəndən sonra yəni federasiyada hər hansı bir işlə, yəni hər hansı bir sahədə yəni işini davam etdirir. Məsəl üçün bizim hal-hazırda Hakimlər Departamentdə keçmiş hakimlər, beynəlxalq dərəcəli hakimlərimiz Vüsal Əliyevdir, Babək Quliyevdir, Anar Salmanovdur, Ömər Müəllim Paşayev özüdür. Yəni departamentdə fəaliyyət göstərirlər və digər FIFA beynəlxalq dərəcəli hakimlərimiz və yaxud milli dərəcəli hakimlərimiz hakim inspektor kimi fəaliyyət göstərirlər. Yəni 45 yaşından sonra mən nə yeyəcəm, necə dolanacam, belə bir problem yoxdur da. Yəni federasiya səni işlə təmin edir. Əlbəttə ki, sən bu sahədə çalışmaq istəyirsənsə, əlbəttə ki, qapılar açıqdır. Yəni bu o demək deyil ki, 45 yaş qurtardı, mən işsiz qaldım. Yox, elə deyil. Deməli, Ceyhun müəllim, bizim verilişin bir maraqlı bir rubrikası var, sürətli cavablar rubrikasıdır. Burada sadəcə olaraq sualda ilk cavabınız önəm daşıyır ki, izləyicilər bu bölməni çox sevirlər. Əgər hazırsa istədik bu bölməyə biz keçərdik. Dünyanın ən nüfuzlu hakimi sizcə kimdir? Tofiq Bəhramov. Hakim kimi idarə etdiyiniz ən gərgin oyun? Bir neçə belə oyunlar olub, deyirəmsə, gərgin mən fərqləndirə bilmirəm onları. Yəni bir neçə oyunlar olub. Ən çox hörmət etdiyiniz futbolçu? Yəni belələr üçün mənim futbolçu ailəsində dostlarım çoxdur. Yəni xətirlərini çox istəyirəm, amma bir də yəni hər şeydən çıxıb bir söz deyim. Bir dəfə Sumqayıtla Qarabağ futbol komandası milli çempionatın o növbəti turunda oyun gedirdi. Mahmud Qurbanov Sumqayıt komandasında çıxış edirdi. Artıq karyerasının sonları idi.
Necəsə olur, qayda pozulur. Rəşad Sadıqov Qarabağın kapitanı, indi Zirə komandasının kapitanıdır. Yaxınlaşır ki, Cəvin müəllim sarı verir, sarı ver. Yəni Mahmud Qurbanov çox nadir hallarda vərəqə alır. Çox nadir hallarda alır. Dedim, ay Rəşad, adam da Mahmuda vərəqə verər. Belə baxdı, hətta düz deyirsən də, fırlandı, çıxdı, getdi. Yəni bir o xoş aura yarandı bizdə. Əlbəttə ki, mənim futbolçulardan, məşqçilərdən dostlarım çoxdur. Onlarla çox yaxşı münasibətlərdəyik. Tək həmişə də belə olsun. VAR sistemi futbol üçün müsbət yoxsa zərərlidir? Əslində VAR sistemə ilk olaraq gələndə mən biraz neqativ baxırdım buna. Çünki biz hamımız o şeylər olmadan, yəni o texnika olmadan oyunları idarə edirdik. Bizim vaxtımızda çox çətin idi o oyunu idarə etmək. Həqiqətən bir dənə o köhnə kameralarla çəkiliş olurdu. Təhlükəsizlik tam o səviyyədə deyildi. İllər keçdikcə, müasirləşdikcə yeni tələblər, yeni texnikalar gəldi, futbola cəlb olundu. Bu VAR biz son zamanlarda artıq görürük ki, yəni çox müsbət tərəfi var və ədaləti qorumaq üçün bir növ kömək edir hakimlərə. Oyunda daha çətindir, penaltı vermək yoxsa qırmızı kart göstərmək? Hər ikisi. Çünki vacib qərardır. Ən yadda qalan stadion? Tofiq Bəhrəmov. Ən sevdiyiniz oyun üslubu sizcə hücum yoxsa taktika? Mən ümumiyyətlə hakimlik edərkən üstünlük verirdim güc futboluna, yəni ingilislərin futbol stilinə üstünlük verirdim. İmkan verirdim oynasınlar. Yəni hər dəqiqə fit verib oyunun tempini aşağı salmaq, yəni oyunun sürətini azaltmaq belə xoşum gəlmirdi. İmkan verirdim ki, oynasın. Amma bəzən olurdu ki, futbolçular bunu başa düşməyib, o güc futbolundan kobud futbola keçirdilər. Artıq onda məcbur olurduq fiti işə salmağa, oyun tempini aşağı salmağa ki, daha ciddi zədələr olmasın. Hakim üçün əsas keyfiyyət, ədalət, cəsarət yoxsa müşahidə? Hamısı. Əgər hakim olmasaydınız, hansı sahəni seçərdiniz? Ya, bu çətin bir sualdır. Mən uşaq yaşlarından futbolla məşğul olmuşam. Təsadüf nəticəsində futboldan ayrılmalı məcbur olmuşam. Ondan sonra peşəkar səviyyədə Şərq Ərbəxı növlərinə, Şotokan idman növünə məşğul olmuşam. Nailiyyətlərim də orada olub. Ondan sonra tezdən gəlmişəm futbola. Bu ikisi arasında seçim etsəm, yenə də mənim üçün bir nömrə dünyada idmanın şahı olan futboldur. Uğur üçün əsas intizam, təcrübə yoxsa hiss? Yenə də hamısı. Yəni bilirsiniz necədir? Siz o sualı üst-üstəyə böldünüz neçə dəfə. Mən də sizə deyirəm ki, bu su şüşəsidir. Bu sudan, şüşədən və qapaqdan ibarətdir də. Bunlardan hər hansı biri olsa o tam bir forma verə bilər bizə, yox. Düz deyilmi? Sizin o dediyiniz o üç hissə bir-birini tam tamamlayır. Çox gözəl. Belə deyək, onda qayıdırıq belə bir suala. Futbola bir dəşə etmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? Yox, mən dəyişmək heç nə istəmirəm. Futbol olduğu kimi gözəldir. Kim dəyişir, biz də o yolla gedirik. Bəs bir cümlə ilə Ceyhun Haşimov üçün futbol nədir? Futbol da bir həyatdır. Necə deyim? Çox sağ olun, maraqlı cavablarınız üçün Ceyhun müəllim. Elə bundan sonra belə bir suala keçməyə davam etmək istəyirdim verilişimizə. Hakim kariyeriniz bitdikdən sonra futboldan özünə getdiniz, uzaqlaşmadınız. Və hal-hazırda hakimliyin davam etdiniz, ekspert kimi və şey kimi. Burada nələr müşahidə edirsiniz? Yəni artıq ekspert olaraq ya Dünya şöhrətli hakim Perucci Kalina bir dəfə sual verərkən belə bir cavab verdi ki, mən hakimliyin nə olduğunu kariyerimi bitirəndən sonra bildim. Ki, hakimlik nəyi tələb edir? Həqiqətən də düz deyib. Yəni, biz hakimlik edəndə oyuna, atmosferə, idarəçiliyə tamam başqa üzrə baxırdıq. Amma artıq indi biz kənardan baxıb hakimlərə qiymət veririk, dəyərləndiririk onları. Biz artıq başa düşürük ki, biz o vaxtı indiki kimi görsəydik, düşünsəydik, biz tam fərqli qərarlar, tamam fərqli münasibət göstərərdik. Həqiqətən deyir, insan böyüdükcə, yaşlaşdıqca daha kamil olur. Bu da elə hakimliyə bir, necə deyim, nümunədir. Bəs yenidən bir gün meydana qayıtsaydınız, hansı oyunu idarə etmək istəyərdiniz? Təəssüf olsun ki, bu mənim fiziki durumumla mümkün olan bir şey deyil. Hal-hazırda siz bilirsiniz də, məndə problemlər var. Amma çox istəyirəm, həddindən artıq çox istəyirəm ki, hərdən hətta məşqdə bir də görürsünüz ki, o gənc hakimlərə iki tərəfli futbol oyunu veririk və orada hakimliyin müəyyən hissələrini keçmək üçün hərdən istəyirəm özüm də hətta o oyunu belə, necə deyim,
gənc hakimlərin oyununu idarə etmək həsrətindəyəm hətta. Yəni hakimlik bilirsiniz, o tamam başqa bir hissdir. Onu anlamaq üçün onun içində olmaq lazımdır. Bizə o gələn hakimlər, o hansılar ki, gənclər gəlirlər, onların da təəssüratı tamam başqa olur. Yəni bilmirlər də onlar burada qalacaqlar, qalmayacaqlar. 2-3 aydan sonra artıq onları oradan heç qovmaq olmur. Yəni oradan elə yapışırlar ki, yəni biz necədir? Bu hakimlik tamam başqa bir şeydir. Böyük bir ailədir. Yəni səfərlərə gedirsən, dərslərdə olursan, təlimlərdə olursan, xaricə gedirsən, oyunlara gedirsən. Yəni çox maraqlı bir həyatdır. Həqiqətən çox maraqlı bir həyatdır. Amma əsasən bizim bu gənclərin mən niyə görə son zamanlar başladım təbliğ aparmaq ki, gənclər, hakimlər, gənc uşaqlarımız idmana qoşulsan, söhbət getmir tək. Yenə də deyirəm, hakimliklə olsun. İdmanın istənilən növündə olsunlar, tək idmanla məşğul olsunlar. Biz bilirik ki, hər hazırda bu bəşəri bir bəla var, narkotikin istifadəsi. Bir neçə il bundan qabaq mən dedim ki, yox, mən bununla mübarizə aparım. Yəni bunu satanları ilə, yəni bunu yayanları ilə, necəsə də bu ilə mübarizə aparım. Amma gördüm ki, bununla 100 illərdir heç kim mübarizə apara bilmir. Deməli, biz nə etməliydik? Biz çalışmalıydıq gəncləri idmana sövq etmək ki, yəni boş bekar adam nə edir? Özünə bir əyləncə axtarır da. Əyləncə də nədir? Gedib oradan yapışırlar. Aldanırlar, pis yola düşürlər. Amma idman belədir ki, nə qədər insanı pis vərdişlərdən uzaq edir. Əgər mən və yaxud digəri ildə bir dənə gənci, bir nəfər gənci biz idmana sövq edə bilsək, əlbəttə ki, bu bizim qələbəmizdir. Amma biz o bir nəfəri sağlam həyatda yaşamaq üçün, o pis vərdişlərdən uzaq olmamaq üçün heç nə etmiriksə günahkar bizik bunun yayılmasında. O bizim judo olimpiya çempionumuz sonuncu oldu. Heydaroğlulardan da istəyir. Hə, o olandan sonra nə qədər gənc judoya getdi. Yadınıza gəlir də axın oldu bir judoya. Yəni idmanda uğur olanda hər hansı bir nümunə bir ideal idmançı görəndə gənclər ora axın edirlər. Başa düşürsünüz necədir? Yəni mən də bax çəkirəm, göstərirəm dərslərdən, məşqlərdən epizodlar, o gənclərimiz onu görsünlər ki, belə bir şey var da, yəni bununla məşğul olmaq olar. Burada özümü sınayım, bəlkə alınacaq məndə. Mən sizə deyim ki, gəlirlər də, qalırlar da. Yəni gələcəklərini onun üzərində də qururlar. Yəni heç də peşman deyirlər. Bəs Ceyhun müəllim, geriyə baxanda illərin təcrübəsindən çıxış edərək, elə özünüz də bayaq da çox gözəl çıxış elədiniz. Buradan gənc hakimlərə və ümumiyyətlə idman ictimaiyyətinə hansı əsas mesajı vermək istəyirdiniz? İdmandan heç kim ziyan çəkməyib. Digər vərdişlərdən nə qədər insan bədbəxt olub, həyatını itirib. Düzdür, həyatdır. Heç kim sığortalamayıb heç nədən. İdmanda da xəsarətlər olur, ölüm hadisələri olur. Amma əsasən peşəkar olmasa da, həvəskar şəkildə də olsa idmanla məşğul olsunlar. Çünki ən birinci insan üçün onun sağlamlığıdır. Sağlam olmayan insan həyatda mübarizə aparma, yaşamaq üçün mübarizə aparma belə çətinlik çəkir. Yəni idman, necə deyim, həm sənin övladlarının, həm sənin yaxınlarının sağlam yaşaması üçün bir üsuldur, bir yoldur. Evet, Ceyhun müəllim, verilişimizin sonuna yaxınlaşırıq. Bugün Azərbaycan hakiminin böyük hissəsi sizin tələbələrinizdir və hal-hazırda da belə deyək, o cümlədən 3 FIFA hakimi sizin yetirmənizdir. Onları beynəlxalq arenada izləyərkən daha çox nə hiss edirsiniz? Bir müəllim kimi qürur olaraq uğurların davamını qorumaq məsuliyyətini? Əlbəttə ki, mənlə yanaşı çiyin-çiyinə çalışan digər müəllimlər də olub. Mən onlara buradan öz təşəkkürümü bildirirəm. Hal-hazırda yəni təhsil şöbəsində cavabdeh olan Anar Salmanovdur, keçmiş FIFA hakimimizdir. Mənlə yanaşı çalışan Orxan Məmmədovdur, keçmiş FIFA hakimimizdir. Və mənlə uzun illər mənə kömək edən Mübariz Aşımov qardaşım FIFA dərəcəli hakim olub, beynəlxalq hakimimiz. Hal-hazırda futboldan kənar sahədə çalışır. Əlbəttə ki, biz uzun illər çox böyük güc sərf eləmişik o hakimlərin yetişməsi üçün. Sizə necə deyim, bax, indi son turlarda, son oyunlarda, Avropada, Avro turnirlərdə bizim hakimlərimiz bizi təmsil edirlər, uğurla da təmsil edirlər. Bizdə evdə biraz, necə deyim, mənə düzgün başa düşündə, evdə artıq bilirlər ki, o bizim
yəni Azərbaycanlı heç bizim tələbəmiz olmasa, Azərbaycanlı balası çıxıb beynəlxalq arenada bizi təmsil edirsə, mənim gözlərim yaşarır. Sevincimdən, qürur hissi duyuram. Onlarla əlaqə saxlayıram, danışıram. Bəziləri var ki, gedəndə zəng eləyirlər, neysə soruşurlar. İndi düzdür, təcrübə toplayıblar artıq. Artıq tanınmış hakimlərdirlər, artıq öz yollarını tutublar. Amma gənclər var ki, ilk addımlarını atanda, hətta bizim milli çempionatda da zəng öz məsləhətlərini alırlar, xeyir dualarını alırlar. Amma yenə deyirəm, onlar mənim üçün, mən onlarla fəxr edirəm də. Yəni həqiqətən gözlərimdə. O evdəkilər bilirlər ki, onlar indi çıxacaqlar, mənim gözlərimdə olacaq, oturub baxacağam. Bir-iki dəfə də telefonla şəklimi də gizlinci çəkiblər ki, yəni özünü idarə eləyə bilmirsən də. Deyirəm ki, mən fəxr edirəm də onlarla ki, yəni bizim əziyyətimiz boşa getməyib, hədər getməyib. Ceyhun müəllim, son olaraq bizdə belə bir adət-ənənə almış bizim sualımız olur. Bütün qonaqlarımız öz başlarına gələn maraqlı bir hadisəni danışırlar ki, bu da izləyicinin tərəfindən çox sevilir. Bu yəni hakimliklə bağlı. Hakimiyyətiniz dövrlərdə ən maraqlı, yadda qalan, unutmağınız bir hadisə. Maraqlı olmasa da, yəni kədərli olsa da, belə bir hal oldu, mənim başıma gəldi. Deməli, Muğan komandası ilə Qarabağ komandası görüşürdü. Bu indiki keçmiş İsmət Qaybov, indiki Azərsun arenada, o köhnə vaxtında elə o tikinti işləri olmamışdı orada. Deməli, oyundan qabaq sırada düzlənib oyunçuların geyimini yoxlayırıq. Fərhad Vəliyevin corabları yəni standartlara cavab vermirdi rəng baxımından. Mən də tələb etdim ki, tez bunları dəyişdirginə, əks halda yəni oyuna buraxılmayacaqsan da, belənçilən halda. Onda da oyun Dövlət kanalı ilə, Azərbaycan Dövlət kanalı ilə canlı yayımlanırdı. Mən də saatımı Dövlət kanalı ilə eyni tutmuşdum ki, yəni oyun başlayarkən saatımızla canlı yayım eyni getsin. Oyun başlayandan sonra deməli Emin İmaməliyev, yəqin ki tanıyırsınız da, məşhur futbolçularımızdan biridir. Bir dəfə yerə yıxılır, əlimi uzadıram, ona tutur, əli düşür saatın düymələrinin üstünə. Məndə 2 dənə saat idi. Bir dəfə də elə həmin Emin İmaməliyev digər oyunçu ilə mübahisə eləyəndə əlimlə aralayanda görürəm əli deyir saatın o birisi düyməsinə. Deməli hər 2 saatın sekundaməri keçir saata. Mən də baxıram ki, aha, vaxt tamam olub, fiti verirəm, oyunu qutarıram. Bir də görürəm, mənə deyirlər ki, bəs 1 dəqiqə 15 saniyə oyunu tez qutarmısan. Və deyirəm, ola bilməz, mənim saatlarım düz işləyir. Və sonra gəlib, hələ çatmır mənə ki, nə baş verib də, niyə görə bu olub. Mən axı 2 saatı qoşmuşam, çıxmışam oyuna, bu necə ola bilər? Biraz mənim üçün o karyeramda ən kədərli haldır mənim üçün, amma yadda qalan haldır da. Və o evə də gec getdim həmin günü, yəni deyirdim hamısı yatsınlar sonra gedim. Gələndən sonra bir neçə gün keçəndən sonra video təkrarında dəfələrlə qoyub baxdım ki, bu nədən baş verib bu saatların belə hal olması və gördüm ki, bu səbəbdən alınıb və Ceyhun Mirzəyevdir, yəqin tanıyırsınız da bizim aparıcımız Ceyhun Rızayevdir. O daha çox məni tənqid etdi. O hadisəyə görə öz verilişlərində. Mən də həmin saatı məhz onun özünə hədiyyə kimi verdim. Bəlkə indiyənəcən qoruyub saxlayır. Ceyhun müəllim, belə dərin, səmimi söhbətini təşəkkür edirik. Vaxtınızı ayırdınız, gəldiniz. Eyni zamanda yenə bir daha AFFA Hakimiyyət Departamenti Ömər müəllim təşəkkür edirik ki, bizim qonaq olmaq üçün şərait yaratdı. Son olaraq buradan izləyicilərimizə nə demək istəyirsiniz və bundan da biz yekunlaşdırardıq. İzləyicilərin nə deyə bilərəm ki, idmanla məşğul olsunlar, pis vərdişlərdən uzaq olsunlar. Yəni, hətta Azərkeş kimi də olsa belə ədalətli olsunlar. Ceyhun müəllim, sizə çox təşəkkür edirik gəldiyiniz üçün və iştirak etdiyiniz üçün. Əziz izləyicilər, bu gün İdmançılar uğur hekayəsində qonağımız keçmiş milli dərəcəli hakim, hazırda təlimçi və ekspert Ceyhun Həşimov idi. Bizimlə olduğunuz üçün təşəkkür edirik. Siz də suallarınız və qonaq təkliflərinizi bizə göndərin. Sportsoru izləməyə davam edin və biz də bu dəstəkdə ruhlanaraq yeni qonaqlarla, yeni mövzularla sizin qarşınızda gələk. Çəki üçün yaradılan şəraitə görə Refref Media studiyasına və komandasına təşəkkür edirik. Növbəti buraxışlarda yenidən görüşənədək idmanda qalın, ədalətdə qalın.